Bir neçə sual ünvanlanıb ki, suallardan biri cütlük terapiyası nə formada olunur? Yəni ki, bildiyimiz ailə terapiyası. Ümumiyyətlə, ailə terapiyası zamanı tək bir tərəfli dinləmək doğru deyil. Yəni, çox zaman bir tərəf olaraq müraciət edirlər, digər tərəf isə buna öz etirazını bildirir. Ailədəki problem ümumi hər ikisinə aid olduğu üçün məsləhətdir ki, hər iki tərəf birgə müraciət etsin. Təbii ki, bunları ayrı-ayrılıqda dinləyirik və kökündə olan səbəbi taparaq daha sonra onlar özləri təbii ki, öz sağlam qərarını vermiş olur. İstənilən bir fərdə ged ailəni dağıtmaq demək çox rahatdır, amma bunun üçün də doğru qərarı vermək üçün, ən doğru təhlil etmək üçün hər iki tərəfin dinlənməsi lazımdır. Yəni, bir tərəfi dinləyərək, ona bəraət qazandıraraq və hər hansı bir məsləhət verərək olğuna müdaxilə etməməlidir. Bizim işimiz hər iki tərəfi dinləyərək sağlam formada ortaq məxrəcə gəlinməsi və ailənin ondan sonra daha sağlam formada davam etməsi. Yəni, bu ailənin bundan sonraki bir-birinə qarşı olan münasibətləri, bir-birinə qarşı olan inamları sağlam sütunların üzərində davam etməsi vacibdir. Müraciət edəndə hər iki tərəf müraciət etsin ki, bu daha qısa, sağlam formada təhlil olunaraq və daha rahat üsulla sizin probleminizin həllinin tapılması deməkdir. Belə.